Daim Qarabağa köçümüz gedir, davam edir. Daim ora yeni sakinlər, köhnə yeni sakinlər qayıdır, gənc nəsil qayıdır. Orada həyat canlanır. Hər hansı qanuna düzəliş olacaq, hər hansı nəsə qanun qəbul olunacaq. Bizim hər şeyimiz qaydasındadır və keçmiş məcburi köçkünlərimiz öz yurt yuvasına qayıdır. İndi də Sarıcalıya qayıdıblar. 28 ailə qayıdıb, ümumilikdə 37 ailədə 140 nəfərdən artıq insan artıq Sarıcalıda yaşayır. Daha ətraflı bizim Aynurə Məmmədovanın reportajında. Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola düşüb. Bu dəfə 28 ailə, 110 nəfər köçürülüb və bununla da kəndə köçürülənlərin sayı 37 ailə olmaqla 146 nəfərə çatıb. Deyir, mən aşıq vətən yaxşı, yeyməyə kətan yaxşı. Gəzməyə qərb ölkə, amma ölməyə vətən yaxşı. Məndən olsa hamısını xiyalın gəzərəm, amma can əl vermir. Çox sevincliyəm. Çox şükür bu günümüzə. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Yeni həyata başlamağı Allah bizə nəsib elədi. Çox şükür bu günə. Çıxanda 28 yaşım var idi. İndi 56-55 yaşım var. Çox şükür bu günə. Artıq bizim planlarımızdan keçib, indi evlatlarımız üçün yaşayacağıq bu gündən belə. Nəvə nəticələrimiz üçün. Allah nəsib eləsə, qismət eləsə. Qarabağda və Şərqi Zəngəzurda ora köçürülmüş, keçmiş məcburi köçkünlərlə yanaşı bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən 40 minə yaxın insan yaşayır.